Deməli, gələk növbəti mətnə, yuxarı Cövhərağa məscidi mətninə. Əgər mətni bilməyənləriniz varsa, ekranı dondurub mətni oxuyub yenidən qayıda bilər. Deməli, mətndə çərçivə daxilinə verilmiş sözün kontekstə görə mənasını soruşur. Burada vandalizm sözüdür. Cövhərağa məscidi erməni vandalizmindən zərər çəkdi. Bu sözün mənasını bilməyənlər varsa, cümlədən də oxuyub mənasını tuta bilərdi. Əlbəttə ki, hər hansı binanın üslubu bədii xüsusiyyətləri deyil, mühasirəyə alma deyil, bir ölkənin idarə üsulu heç deyil. Varlıq mövcudiyyət deyil. Mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi, bəli, cavabımız elə tamamilə Y variantıdır, doğrudur. Mətnə əsasən doğru fikirlər müəyyən edin. Yuxarı Cövhərağa məscidinin interyeri məhv edilmişdi, bəli. Rəsm əsərləri belə içərisində yeni divardakı lövhələr belə dağıdılmışdı. Bu doğrudur, bir olmayan variantlar. Çıxırıq 1-ci Qarabağ müharibəsində bir çox memarlıq abidələri erməni vandallarından xilas oldu. Xilas olanların yəni bu barədə məlumat yoxdur. 2 olanları da çıxırıq. Memarlıq abidəsi əsasında Şuşa şəhərinin yaradılma tarixi haqqında məlumat almaq olar. Bəli, doğrudur mətnə əsasən. Şuşa qalasının divar rəsmləri şair rəssam Mir Möhsün Nəvvab tərəfindən işlənib. Şuşa qalasının divar rəsmləri deyil də məscidin divar rəsmləri idi. Burada da qeyd olunub. Məscidin divar rəsmləri Möhsün Nəvvab tərəfindən işlənib. Bu yanlışdır, ona görə işimiz yoxdur. Və cavab olur 1-3. Nömrələnmiş hansı cümlədə kişinin özündən əvvəl səbəbi verilmişdir? Deməli, baxsaq, 19-cu əsrin birinci yarısında Cövhər ağanın maddi dəstəyi ilə İbrahim Xəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli 3-cü məscid inşa edilmişdir. Əslində, bunun səbəbi elə cümlənin özündə var. Yararsız hala düşdüyü üçün 3-cü məscid inşa edilib də. Ona görə də bu deyil. Əvvəldə bunun səbəbi yoxdur. 2-də 1883-cü ildə Cövhər ağanın maddi vəsaiti əsasında 3-cü məscidin yerində Şuşanın 4-cü və sonuncu cümə məscidi inşa edilmişdir. Niyə? Əvvəldə bu yoxdur, niyəsi yoxdur. 3-cüdə məscidin divar rəsmləri Mirzə Nəvvab tərəfindən, Mir Möhsün Nəvvab tərəfindən işlənib. Niyə? Əvvəldə yoxdur. Sonra 4-də yuxarı Cövhərağa məscidi erməni vandalizmindən zərər çəkdi. Niyə? Çünki işğalçılar dağıtmışdı. Bəli, bunun səbəbi özündən əvvəl var. 5-ə də baxsaq, minarələr zədələndi. Niyə? Çünki dizayn məhv olmuşdu. Yox, bu səbəb deyil. Dizayn da məhv olunub, minarələr də hərəsi ayrı-ayrı məhv olub. Bir o birisinin səbəbi deyil. Cavab olacaq 4, o da D variantı. Sonra Pənahəli xan Cövhərağaya aid uyğunluğu soruşur. Bunu mətndəki faktlardan da asanlıqla yazmaq olar. Qamışdan məscid tikdirir Pənahəli xan idi, düz yazıb. Şuşa qalasının qurucusudur, bu da Pənahəli xandır, doğru yazıb şagirdim. Şəhər üçün əhəmiyyətli olan memarlıq abidəsi inşa etdirir. Hər ikisi məscid tikdirir də ortaqdır. 2 mərtəbəli tikdirən Cövhərağa idi. Tikdirdiyi binanın minarələrinə ciddi ziyan vurulmuşdu. Bu da Cövhərağa idi və ona görə də deməli cavabımız olacaq B variantı. Daha sonra 51-də üzərində rəqəm yazılmış sözlər əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Üzərində rəqəm yazılmış sözləri tapsaq, deməli, birincisi, deməli, burada deyir ki, abidələrimizi erməni işğalçıları dağıtdı. Həqiqətən dağıdıblar, bu da həqiqiyə qoyub düzdür. Digər mənada baxaq, sel körpünü dağıtdı. Bu digər məna deyil, axı bu da məcazidir. Daha doğrusu bu məcazidir. Məcazi olmalı idi, həqiqidir. Sel həqiqətən körpünü dağıdıb axı. Ona görə bunu çıxarıq. Daha sonra gediş, burada yazıb ki, deməli, müharibənin gedişi zamanı, müharibə getmir əlbəttə ki, məcazidir. Bu da məcaziyə qoyub. Həqiqi mənada da yazıb ki, gəlişin istər aşiq, heç istəməz gedişin. Yəni, sənin gedişin istəməz. Aşiqin gəlişi, gedişi, bu da həqiqi mənadadır. Doğrudur. Məcazidə mətndəkindən fərqli işlədib. Bunu götürərik. Əsarət, erməni əsarətindən qurtulub. Həqiqətən əsarətdir də, həqiqidir. Amma bu hara qoyub? Budur, bəli. Aydac şagirdim elə gözəl işarə eləyib ki, elə bildim çap işarəsidir elə. Deməli, bu məcaziyə qoyub, amma həqiqidə olmalı idi. Bəli, ona görə də səhvdir, buna işimiz yoxdur. İnci, tarix, mədəniyyət memarlığının incilərindən. Bu məcazi mənadadır. Bu da məcaziyə qoyub. Həqiqidə də yazıb ki, inci ilə parıldayırdı ki, bəli, doğrudur. Bağışlamaq sözünə baxsaq, yazıb ki, Quran-Kərimi prezident məscidə bağışladı. Həqiqətən hədiyyə eləyib də, hədiyyə eləmək mənasındadır. Bu da həqiqə yazıb. Məcazidə də həkim xəstəyə yeni həyat bağışladı. Həyatı necə bağışlasın məcazidir, həqiqətən də doğrudur. Və cavab olacaq 2, 4, 5 D variantı. Mətn planarcılığı, məscidin inşası, düşməndən qurtulur, işğalın ağır nəticələri. Sonuncu məscidin memarı, təntənəli açılış. Təntənəli açılış prezidentin iştirakı ilə idi və ən axırda idi. 5 ən axırda olanları saxlayıram.
Sonra məscidin inşası 1-ci, 2-ci abzaslara aid idi. Bu da ən əvvəldə idi. Bir olanları saxlayıram, əvvəldə olanları. Deməli, burada 2 ilə 3 bizim işimizi həll eləyəcək. Düşməndən qurtuluş, yoxsa işğalın ağır nəticələri? Bəli, işğalın ağır nəticələri olar. Sonra düşməndən qurtuluş olar. Cavab B variantı olacaq. Hansı nümunə ilə mətn giriş və əsas hissəsi arasında əlaqə yaratmaq mümkündür? Girişin axırını oxuyaq və əsasın əvvəlini. Girişin axırında deyir ki, Şuşa Cümə məscidi Şuşa şəhərinin mərkəzi meydanda yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənah Əli xan Şuşa ərazisində məscidin olmadığını nəzərə alaraq Şuşa şəhərində təxminən 1750-ci illərdə burada deməli bizə əsas məsələ bu hissə önəmli olacaq. Çünki Şuşa şəhərinin mərkəzi meydanda yerləşən və şəhərin ərazisində tikilmiş ən qədim məsciddir. İndi buradan bu tərəfə keçid lazımdır bizə. Buna uyğun da nə seçə bilərik? Həmin dövrdə onun göstərişi ilə Şuşa qalası qala daxilində xan ailə üzvləri. Bunun göstərişinin tikilməsi elə əsasın 1-ci abzasında idi. Ona görə də tikiliş, göstəriş söhbətinə hələ keçid eləmirik. Bu məscidin memarlıq xüsusiyyətləri haqqında heç bir məlumat hissə məlum deyil. Bu ortalardaydı memarlıq xüsusiyyətləri haqqında. Məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Bunu bir dənə yerinə qoyaq baxaq. Deməli, Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Və bu məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarixi mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Bəli, olar əslində, doğrudur. O birisləri də oxuyaq. Qarabağ tarixçisi Baharlının məlumatına görə məscid 2 qapıya malikdir. 2 qapı söhbəti əsas hissədə, ümumiyyətlə də, yəni quruluşu barədə əsas hissədə məlumat verilmişdi. Yeni məscidin inşasında dağ və əhəng məhlulundan istifadə olunur. Daha doğrusu daş və əhəng. Daş və əhəng məhlulundan istifadəsi və s. Bu da digər hissədə idi, əsas hissədə idi. Ona görə də burada da uyğun deyil və cavab C variantı olur. 54-də mətnə və cədvələ əsasən uyğun fikirlər müəyyən edin. 2021-ci ildə Gövhər Ağa məscidi yenidən tikildi. Bu deməli yanlışdır, amma gətirib doğrunun altında yazıb. Buna işimiz yoxdur. Yuxarı Gövhər Ağa məscidinin divarları rəsmlərlə bəzədilmişdi. Bəli, doğrudur. Bunu dəqiq götürərik. 2 olmayan variantları çıxırıq. Deməli, yanlışın altına yazıb ki, Kərbəlayı Səfixan Qarabağı Gövhər Ağanın maddi vəsait əsasına tikilən 3-cü Cümə məscidinin memarıdır. Səfixanı tapırıq. Deməli, Kərbəlayı Səfixan Qarabağıdır məşhur memar, məscidin müəllifi. Hansı məscidin? Gövhər Ağanın maddi vəsaiti əsasında 3-cü məscidin yerində Şuşanın 4-cü və sonuncu Cümə məscidi inşa olunur. Artıq bu sonuncudan söhbət gedir, 4-cüdən. Bu isə yazıb ki, 3-cü. Ona görə də səhvdir. Amma səhvi səhvin altında verdiyi üçün düzdür. Və biz götürəcəyik deməli 2 və 3-ü doğrudur. İbrahim Xəlil xan hakimiyyətə gəldikdən sonra Pənah Əli xan tikdirdiyi məscidin yerində yeni məscid tikdirib. Doğrudur. Amma gətirib yanlışın altına yazıb, hətta o cümləni göstərə də bilərik. Deməli, o hardaydı? Burada yazıb ki, Gövhər Ağanın maddi dəstəyi ilə İbrahim Xəlil xanın yararsız hala düşmüş məscidin yerində Qoşa minarəli 3-cü məscid inşa edilmişdir. Doğrudur, amma gətirib yanlışın altına yazıb. Cavab olacaq 2-3. Mətnə səsən cədvəli doldurun. Bunu şagirdimin səsinə qulaq asıb gələcəm. Şagirdimin səsinə səslən, deməli orada Pənah Əli xan və İbrahim Xəlil xana aid nəyi problem hesab edir və problemin həllini necə eləyir adlı bir cədvəl var imiş. Və Pənah Əli xan burada nəyi problem hesab eləyirdi? Burada yazılmışdı ki, məscidin olmadığını, Şuşa ərazisində məscidin olmadığını problem hesab eləyir. Problemi necə həll elətdirir? Deməli 1750-ci ildə, bax bu cümləni yazmalılar, məscidi inşa etdirir. Sonra kim demişdi? İbrahim Xəlil xan soruşmuş deyəsən. İbrahim Xəlil xanda isə, yoxsa o birisini soruşmuşdu, Gövhər Ağan soruşmuşdu. Bir dəqiqə ona baxaq. İbrahim Xəlil xanın soruşulmuş tikdirdiyinə aid. Onda deməli İbrahim Xəlil buradadır. Deməli o Gövhər Ağanın maddi dəstəyi ilə İbrahim Xəlil xanın yararsız hala düşmüş məscidinin, yox, bir dəqiqə, İbrahim Xəlil xan, deməli hakimiyyətə gəldikdən sonra məscidin davamsızlığını nəzərə alıb. Deməli o məscidin davamsızlığını problem hesab edirdi. Problemi həll yolu isə onun yerində daşdan yeni məscid tikdirir. Bu şəkildə yazmaq olardı. Daha sonra deməli mətnə əsasən əvvəlində işarə qoymuş sözlə bağlı cədvəl tamamlayın. Orada sinonimlərini soruşulmuş, səhv eləmirəmsə. Deməli birinci sözümüz hansıdır? Yararsız hala düşmüş. Yəni istifadəyə yararsız nəzərdə tutur. Belə deyə bilərik, məsələn lazımsız və yaxud da
istifadə üçün korlanmış və yaxud da istifadəyə elə faydasız yazmaq olar əslində, yararsız, faydasız. Bu şəkildə yazmaq olar. Rəşadətli ordumuz, rəşadətliyə də yazmaq olar, şücaətli, qəhrəman, nə bilim, igid yazmaq olar. Deməli, başqa neysə soruşurmu? Yox. Başqa da yox. Bəli, uşaqlar, ümid edirəm hər biriniz istədiyiniz nəticəni əldə edərsiniz. Neçə düz yazıb yazmadığınızı rəylərdə bildirə bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik.